Değerli ve sevimli bacı qardaşlarımı, Türk dil ve ədəbiyyatına değer verenleri ürəkdən salamlayıram. Dostlar, əgər istəyirsiniz, biləsiniz ki, nə sayaq türklər və türk dili Kurey zəminin ilkin yaşayanlarındanmış, bu videonun sonuna məndən yol verir. Dostlar, dilin yaranmasında çoxlu nədənlər, çoxlu amillər vardı ki, rolu vardı. Biri, keçən videolarda ərz elədim xidmətinizə təbiətdir. Təbiətdən alan səslərdən insan səsə səs veribdi və lüğətlər düzəldibdi. Amma ikincisi dərdidir. Dərd və ağrı və inci insanın böyük ustadlarındanmış tamam sahələrdə və biri də dildir. Və Xudavənd Müteal görürsünüz Quranda buyurur: "Həmana insan ra, ma insan ra dərrənc afərin." Dərdi də yaratdıq. Niyə? Aya məndən düşmanımış? Xeyr. Dərd mənə ustad olur. Hayat okul, dərd öğretmen. Yəni hayat bir mədrəsə olsa onun dərd öğretmeni ve ustadıdır. Dərd insana çox şeylər öyrədir. Əgər soyuqda mənim kıçım, insan hayabəryanın ayağı, bədəni o soyuğun dərdini almasaydı, büyük nəmə libas sənəti buraya yetişməzdi. Əgər dağdan yıxılırdı, bir yeri yaralanıbdı, o tələf dalıcı olmasaydı onu toxtatmağa, onu yaxsılatmağa, indi elmi fiziki bura yetişməmiş. Bəs dərd insanın ustadıdır. Əvvəlin söz ki insanda böyük, söz ki insanda yaranıbdı, A hərfidir, əlifbanın içində A. Görürsünüz, huruf da A, B, C, əlif, B, əlifdən başa A birinci hərfidir. Ondan sonra da iki hərfli sözlər törənibdi və yaranıbdı. İki hərfli sözlər, sonra üç hərfli ta çoxalıbdı. Amma dünyanın ən böyük dilçilərin kitablarına baxsanız bilərsiniz, əvvəlin dil dünyada lal diliymiş. Yəni insanlar işarət ilə əvvəl danışırmışlar. Məsələn, yatıram, otu, yemək istəyirmiş işarət, sonra təbdil olubdu. Amma bu A hərfi əvvəlin var, hardan çıxıbdı? Bəli, dərdidən. Hansı dərd ki, insan ondan gündə əlbə yaxadı, hansı dərdidir? Aclıq dərdidir. Aclıq dərdin gündə ehsas edilmiş və bununla işarətdən sonra əvvəl o zərcisi çəkilmiş, öz səsi qulağına dəyib, və ondan ac və qorusunə sözü çıxıbdı. Hansı dildə var? Baxın, nə qədər mucizədir. Həm A hərfində, həm ağız açılır və həm yemək. Üçün də bir yerdə, şiklində, səsində, hamısının bir yerdə qorusuna. Yıxılıbdı bir yerdən, yaralanıb əvvəl o dərd ona A hərfi açılıb, sonra acı, acımaq, dərd. Yerdən bizdə tapıb qoyub ağzına, məsələn, bir bar kimi hər nəmi acı və acı sözü. Adan sonra ac və ağzın açılması da aç, bağız şödən aç, ağzını aç, aç. Bunlar göstərir ki, ilkin sözlər, ilkin hərflər, ən əvvəl yaranan sözlər Türk dilində vardı. Başqa dillərdə əgər bu cür şeylər var, buyurun biz də onlarla tanışırıq.